Bir dənə məsələn bax, sən bayaq dedin ki, bu 1 yaşa qədər, 30 yaşa qədər belə gəlir, 30 yaşdan sonra dəyişir. Bax, həmin situasiya mənim öz həyatımda baş verib. Mən indi 3 sonra missiya 4-ə keçənəm, hə. Mən hətta özüm də başa düşmədən o prosesləri eləyirdim də, yəni faktiki olaraq IT sahədə məşğul olurdum, onu edirdim, bilirdim. Bir müddətdən sonra yenə o sahədə qaldım, amma başladım başqa tərəflərini eləməyə. Biraz elə bir marketinq tərəfə keçməyə başladım. Biraz belə çəkiliş, saat, bu temalara girdik. Yəni görürəm ki, həqiqətən elə həmin anlarda məndə o dəyişikliklər baş veribdi. 33 yaş olan kimi bizim missiya qüvvəyə binir. Missiya rəqəmimiz qüvvəyə minir və missiya deyir ki, hər şey mən deyən kimi olacaq. Əgər sən onunla uyğunlaşmırsansa, həyatda niyə deyirlər 33 yaşdan sonra krizislər, böhranlar yaşanır? Çünki insanın sahəsi dəyişir. İnsan 33 yaşa qədər bir şey oxuyub, bir şey işləyir, bundan sonra dəyişir. Və insan anlamır ki, niyə belə baş verir? Əgər burada, yəni işində qalıb işləyirsə, nəticə etibarilə razılaşmadan işləyir. Və nəticədə enerji itirir və sağlamlığına zərər gəlir. Hər şuur sayının özünün xəstəlikləri var. Bu mən bundan əvvəlki podkastlarda səhv eləmirəmsə göstərmişdik. Hər şuur sayının özünün xəstəliyi var və aşağı-yuxarı eyni xəstəliklər gəlir. Bu bilsən niyədir? İnsanlar subyektiv reallıqla reallaşmanı ayırd eləyə bilmir. Heç sadəcə missiyanı kənara qoyaq. Yalnız şuur sayına görə subyektiv reallıq var. Subyektiv reallıqda hər rəqəm istəyir ki, hər şey mən istəyən kimi olsun. Bütün rəqəmlər, yəni sən subyektiv reallığa qalacaq olsan, sən davamlı tələb eləyəcəksən ki, ədalət olsun. Bu sənin subyektiv reallığındır. Amma sən obyektiv reallığa keçid eləyəndə, sən analiz eləməyi bacarırsan, sən struktur, sistem qurmağı bacarırsan, bu sənin potensialındır. Bir də şuur sayı 3 reallaşması necə gedir? İnsanları öyrədəndə. Mən dediyim kimi koçluqda bir nəfər var idi, 8-4 idi. Şuur sayı 4-8 idi. 4-ə görə həddən çox haqsızlıqla savaşır. Anam belə dedi, atam belə elədilər. Həddən çox və yuxarıda bir postdadır, vəzifədə falan da var və həddən çox haqsızlıqla savaşır. Adamın burunda problem var. Yəni neçə illərdir asqırır, burun tutulur, heç cürə düzəlmir. Həkimlər deyir ki, yox, çarə yoxdur. Biz koçluğu keçdik təxminən 6-7-ci dərsdə, 8 dərslik bir proqramdaydı. Koçluğu keçdik, sonra elə oldu ki, bu adam təbii ki, subyektiv reallıqdan çıxdı, keçdi obyektiv reallığa, artıq sahəsinə müəyyən bir şeyləri qatdı. Çünki şuur sayı 4 reallaşması kreativlik vasitəsilədir. Yəni, hədəflərin təyini və hədəflərin reallaşdırılması bu 4-ün potensialıdır. Və şuur sayı 4-ün reallaşması kreativlikdir. İşinə biraz kreativliyi qatdı, bütün razılaşmadığı situasiyaları yığışdırdı. Nəticə etibarilə nə olur? Oğlun əməliyyatı üçün gedir Türkiyəyə. Türkiyədə həkim deyir ki, bir dənə sənə baxaq görək niyə belədir. Həkim baxır deyir ki, bir dənə əməliyyatda burada nə var ki, niyə özümüz bu qədər yormusan? Həbsə əməliyyat edirlər, adam burnu düzəlir. Yəni, bu sayılır həyatıva resursun gəlməsi. Və bütün bunların hamısını insanın daxili enerjisi idarə edir. Biz əvvəl deyirdik ki, enerji bərabərdir pul. İndi də deyirəm bunu. Enerji bərabərdir pula. Amma bundan bu tərəfi də var. Bunu da bu yaxınlarda Janat Kajamjarov yeni bir izoterik gizli qrup açır. Sırf orada olanlar üçün paylaşır bunlar. İndi mən masterəm deyə həmin qrupda varam. Deyir ki, enerji bərabərdir pula. Yəni sənin enerjin çoxdursa, sənin həyatına çox pul gəlir, fürsətlər gəlir. Enerjin aşağıdırsa, fürsətlər düşür. Bəs enerjiyə nə təsir edir? İnsanlar hamısı sual verir ki, necə enerjimizi artıraq? Müəyyən texnikalar deyirik, gəzin falan, gəzmək falan da, amma bundan başqa da yollar var əslində. Yalnız elə adamlar var ki, heç gəzmirlər, amma milyonları var. Niyə? Doğru sahəyə düşüblər, potensialın inkişaf elətdirir. İnsan öz potensialın, heç inkişaf elətdirməsin, öz potensialın istifadə eləyəndə, potensial istifadə etdiyi qədər ideya gəlir. Çünki potensial bərabərdir ideyaya, ideya bərabərdir enerjiyə, enerji bərabərdir pula. Və sən indi fikir ver ki, dünyanın 80% heç nəyə heyrətlənmir. Səbr məsələsini deyirsən. Heç bir şeyə heyrətlənmirlər. Yəni, bu adamlar nəsə olanda olsun da, gələcəyə dair bir hədəflər, bir planları yoxdur. Sanki biz deyirik buna arzu ölüb. 80%-də arzu ölüb. Yəni gedir, gəlir. İndi bu təbii ki 80%-in içində elə adamlar var ki, çıxmağa çalışırlar.
Yəni onların içində 30% enerjisi qalan adamlar var. Elə bir 80% özündə bölünür. 10% enerjisi qalan adamlar insanları qınayanlar. 20% enerjisi qalan adamlar qeybət eləyənlər, artıq qınamırlar, qeybət eləyirlər. 30% enerjisi qalan adamlar ideyanı generasiya eləmək istəyənlər. Bundan sonraki proses 13% biznesmenlər gəlir. Soyuq analiz qabiliyyəti olan adamlar. Bu adamlar üçün qınaq, qeybət, boş müzakirələr yoxdur. Bu adamlar üçün konkret hərəkət var. Bu 80%dəki insanlar isə moralistlər sayılır. Öz subyektivinə görə mən istəyirəm ki, belə olsun deyən adamlardır və nəticədə həddən çox enerji dağılır, enerji itirilir, necə bərpa eləyəcəyini bilmir, anlamır ki, bu necə olmalıdır və nəticədə nəticəsi olmur, arzu ölür.